Qoymur sizə, icazə vermirsə, bilirsin nətərdir. Adam qonağın sözünü kəsməz. Aparıcı qonağın sözünü kəsməməlidir. Buyurun. Qoyun sözümüzü deyək, 2 nəfər düşmüsün üstümə, niyə kəsmirsən, niyə az verirsən, niyə çox, yaxşı eləyirəm. Bu da sözdür. Bu da qəribə danışırsınız. İndi fikrinizi burada əyləşən adamlar, Firuzə xanım 28 il işləyir mənlə. Siz neçə yaşınız var? Mənim deyil, 37 neçə yaşınız deyirlər. 37 yaşım var. 37 yaş. Sən hələ 10 yaşında olanda Firuzə xanım biz bir yerdə işləyirdik. İndi qulaq asın. Ona görə də orada kağızı qoyub qabağınıza sualları hazırlamaq. Burada heç bir sual yoxdur. Buyurun. Ay qardaş, qulaq asın. Gör, mən 53 ildə nə qədər aparıcı görmüşəm. Çox. Ona görə də sakit qulaq asın. İndi aparıcı mənim. Amma yox. Burada aparıcı bilməsiniz Cavanşir müəllim. Bir dəqiqə. Burada siz çox aparıcı görə bilərsiniz, amma siz bizim qədər müğənni görməzsiniz. Səhnədən danışmışam. Yox. Yəni aparıcının, sizin aparıcı görmə sayınız çox ola bilməz. Sən nəyə görə belə spor eləyirsən? Sənin o saydığın müğənnilər var ha. Hamısı gəlib bizim toyda yarım saat iştirak eləyiblər. Bəlkə səhv deyirəm. Moskvadan tutmuş. Eyib deyil, siz sözdən söz çıxartmayın. Söhbət, mən Pünhanın mahnısını oxumaq istəyirdim, xoşuma gəlirdi. Hansı mahnısını? Qardaş mahnısı. Toydur qardaş. Toydur. Telefonla zəng elədim, tanımırdım. Zəng elədim, tanış olduq. İcazə aldım. Düzdür, qardaş. Bu bölünmüşdür. İcazə aldım, dedim Pünan, xoşuma gəlir, icazə olar oxuyum. Dedi, Cavanşir mənim, ayıb deyil, canla başına. Eləcə də Elman Qədimova. Hamı ölüb gedəcək. Kim özü ilə nə aparıb? Fikir bildirirsiniz ki, 15 min niyə qiymət təyin edirlər? Deyirəm, etiraz səbəbiniz nədir? Yox, deyir ki, nə qanarar vermirsən. Söhbət oradan gedir, kim neçəyə gedir özü bilər. Heç mən səndən soruşuram ki, sən nə qədər maaş alırsan. Söhbət ondan gedir. Siz durub burada hoqqa çıxartmayın və bir-birimizi bizi qarşı-qarşıya qoymayın. Oturublar yanımda, əgər razı olmasayla işləməzdiniz də, bəlkə səhv deyirəm. Siz niyə düşünürsünüz ki, narazılıq var orada? Zahid 7 il mənlə işləyib. Və razı olub ki, işləyib də. Ay Cavanşir, dediyiniz sözün sualını veririk. Burada sizin demədiyiniz bir söz olmadı? Yox, deyirsiniz ki, bilirsiniz, siz bilin ki, kimlə danışırsınız. Sizdən mən 2 dəfə yaşda böyüyəm. Ay, onun pulunu kəs. Mən heç kimin pulunu kəssəydim, 2-ci dəfə adam mənlə toya getməzdi. Mən, bir dəqiqə, mən 10 minə, 20 minə, sizə deyildi mi Cavanşir, mən pulunuzu kəsir? Yox, dedi, Zahir dedi. Sual verdim. Sualı vermədən, sən o sualı elə vermə. Sən sənətdən niyə dalaşırsın? Ya, aləm dəydi bir-birinə, bir dəqiqə, xahiş eləm, bir dəqiqə. Cavanşir mənim saxta aləm. Lap, Yunan, bir dəqiqə gözlə. Cavanşir bəy, bir dənə qulaq asın mən. Xahiş edirəm. Sənətdən danışaq, vəssalam. Yox, bir dəqiqə, elə bax sənətdən danışırıq. Bir dəqiqə sakit durpundan zəhmət olmasa. Bir qonaq deyir ki, düz eləmir, müğənnilər deyir ki, mən 10 mindən aşağı getmirəm. Mən də deyirəm ki, Respublikamızın xalq artisti Aygün Kazımova, Respublikamızın xalq artisti Röya Ayxan bir qiymətə gedirlər. Demirlər aşağı gedir. Onlar özü bilər, Cavanşir Məmmədov özü bilər, Firuzə xanım özü bilər. Yox, siz dediniz ki, hamıyadı sözüm. Hamıyadı, yox, başa düşürsün. Yox, elə dedim, yaxşı elədim. Bu da sözdür. Qulaq as, yenə deyirəm. Sən bəyəm məni mühakimə edirsən. Yox, deyirəm o sözü dediniz. Demişəm, yaxşı eləmişəm. Siz də bir qiymət qoymuşsunuz, onu deyirəm. Yox, qoymamışam mən. Bəs qoymursan axı deyim. Deyim. Mən 3000-dən 4000 arasında getmişik toya, düzdür? 3000-dən 4000 arasında gedən adam 16 nəfərə pulu böləndə nətər düşməlidir? Hə, bəli. Cavanşir müəllim qiyməti açıqlar. O vaxtı xalqı, milləti başa düşmüşəm. Nəzərə alın. Mən bir söz deyim. İndi bir dəqiqə. İndi bir tamaşaçınız zəng edib sizə. Deyir ki, mənim əlimdə 1000 manat var. Mən istəyirəm toyumuz siz gələsiniz. O qədər getmişik, o qədər getmişik. Bizim boş günümüzə salsa gedəcəyik. Boş gününüzə. Boş günümüzə salsa, məsəl üçün sabahları boşuq, gedərik. Bəs ondan muskatlara verdiniz, muskatlara verdiniz, bəs sizə nə qalacaq? Qalmasın, elə hökmüdür qalsın. Elə danışır ki, Yer yalasının şahidi yanında olar. Aha, bəli. Elə bir söz var. Yer yalasının şahidi yanında olar. Yəni o vaxtı mən işləyən vaxtlarında inan Allaha heç kimin bütün müğənnilərin xətrinə də dəyməsin. Yəni ən çox musiqiçilərə pul verən də Cavanşir müəllim idi. Cavanşir müəllim idi. Özü də hansı bir kasıb gəlirsə, toy deyirdisə, bizə deyirdi ki, uşaqlar, sabahlarım mən pul götürmürəm, pulu böləcəm sizə, amma falan toyu yola verməliyik.
Yəni bu Amma kişi bu Allah deyirsən, Allah yəni ömrünü Bu uzun gün də eləsin. belədir Bəs mi? nəyə görə Allah el ömrünü sənətkarı uzun deyil? eləsin. El sənətkarı nəyə deyirlər? Elin sənətkarına deyirlər. Özdə ən yaxşı üzü istəyirəm Cavanşir müəllim. Ən yaxşı ansamblda musiqiçilər Cavanşir müəllim ansamblına. İndi bax bir söz deyim. Zahiddir. O Bax, vaxtı mən bir belə, dənə bu gün üzr də istəyirəm. belə. Bir söz deyim. Demək, illər bundan öncə Məhd Cavanşir Məmmədovun idarə etdiyi toylara, komandası ilə bərabər idarə etdiyi toylara müğənnilər gəlib baxıb, mən bunu müğənnilərin dilindən eşitmişəm. Baxıb gedib onu öz idarə etdiyi toylara Bəli, bəli. indi bir dəqiqə mikrofonla xahiş edirəm. Bəli, bəli. Cavanşir müəllim. Onu Bax, görəcək, gəlirdilər. Yox, mən yaxın- imkan vermədim üçün. Buyur, buyur. Çünki toylarda sözün əsl mənasında yenilik eləyən insan olub. Şousu ilə, ifaları ilə bunu hər müşədə deyiblər. Və bir müddətdən sonra Toylar Kralı oldu bir veriliş kanallarında. Orada Toylar Kralı Manav Ağayev oldu. Və sözün əsl mənasında Cavanşir Məmmədov o yarışa qədər Toylar Kralı yalnız Cavanşir Məmmədova deyil. Mən işte iştirak eləməmişəm. Deyirəm ona qədər. Mənə İlhama xanım 2010-cu ildə imperator adı verdi. Mən də götürmədim elə şeyləri. Bilirsiniz nətəri? Mənim xarakterim, xasiyyətim başqadır. İmperator belə gəldi, filan kəs belə getdi. Sən yaxşı oxu, gəlim sənin boğazından öpüm, gəlim sənin gözündən öpüm. Mənə oxumaq vergən. Mən o cürbəcür adlar, zatlar mən qəbul eləmirəm elə şey. Amma verib, qızıl hədiyyə veribdi, üstündə yazıb imperator 2010. Desəydiniz gətirərdim. İndi də deyərəm göndərərlər. Deyin göndərsinlər, bəli. Deyin onu da görərik. Amma bu gün nə Manav Ağayev, nə Cavanşir Məmmədov Eltonun, Abbasın apardığı o bahalı toyları aparmırlar. Yox, yəni qiymət olaraq deyirəm. Belə səhv Nurinin, salmayın. Bir dəqiqə qulaq asın. Bax, bilmirsiniz. Nə mənim, nə Firuzə xanımın. Bizim bir dənə su dükanımız da yoxdur. Biz 3000-ə gedirik. Onun 2 dənə, 3 dənə obyekti var. Ayda hərəsindən 3000, 5000 götür. O deyir mən 15.000-ə gerim. Yaxşı eləyir. Yox, Elton inanın heç bir obyekti yoxdur. Mən Sən bilirəm. Elton yerinə danışmayın. Mən öz yerimə danışıram. Firuzə Mən Elton tanıyıram, ailəsini Sən tanıyıram. bilirdin ki, Mübarizin 450 minlik obyekti var. Bilmir, bu gün bildim. Da bildin, onda bilmədiyin şeydən danışma da. Yəni Mənə maraqlı Yəni, da odur. Aşıq Mübariz. Doğru, mən bir dənə Burada maraqlı Firuzə xanım ifa etdiyi, Cavanşir Məmmədovun ifa etdiyi ansamblda ifası olub. Sözsüz ki, ifaçılardan qat-qat aşağı bir qiymətə gedir. Aşıq Mübarizin 450 minlik obyekti var. Obyektdə çox şeylər var. Aysa, amma Firuzə xanımın yoxudur. Onunla burada açıqlayasın. Niyə Firuzə xanımın yoxudur? sən verilişin saat neçə qədər? 1-ə qədər. Mən gedib o amanatı götürüm gəlim. Nə amanatını? O dedim. Yox, mahnı ifa elində Cavanşir müəllim. Göndərin, deyin Yox, kimi göndərsinlər. göndərim indi? Burada adam tapmır. Yox, evdə kimsə yoxdur. Var evdə kimsə burada. Evdə var, Mən adam yox. mən deyirəm, mən adam göndərərəm burdan. Prodüseri göndərərəm. Qoy gedim gətirim də bunlar oxuyana qədər gedib Hardadır? Nizam metrosunun yanında uzaqda deyil, Köysanda zadda deyil. Siz bir mahnı ifa Gəlin, edib, bir bir mahnı kamera oxuyum, sonra ayrıları. bunlar oxuyana qədər mən gedim. Bilirsiniz nətərdir? Siz deyirəm. Bəli. O qədər bəzi yalançı müğənnilərə rast gəlmisiniz, ya show biznesdə, Biz ya hardasa. çox müğənnilər görmüşük. Bildiniz nətərdir? Gəlib oturur burada, Mercedes belə gəldi, nə bilim, nə elə deyil. Sənətdir birinci. Birinci sənətdir. Sənə onu qazandıran da sənətdir. Bir də ki, indiki müğənnilər özlərinə bəzilərindən söhbət gedir. Hamıdan yox. Mən bu işi bilirəm deyirəm. Hərəsi özünə kruq düzəldir. O kruq bitəndən sonra o da bitir. Ancaq gəlsin 70 yaşında, geçsin 68-65 yaşında Səməd kimi rəhmətli, Cavanşir kimi, Manav kimi, Obisi kimi geçsinlər görüm. Deyirsiniz ki, oxuma. İndi mən canlı oxuyacağım birazdan. Amma deyirsiniz ki, bu qiymətə aşağı getmək, pis oxumaq demək deyil. Nə də baha, bir dəqiqə icazə, xanım icazə. Nə də baha getmək yaxşı oxumaq demək deyil. Sənət göz qabağındadır. Yaxşı oxucunan lap belə get havay nə olsun?